İşte sağ-salamat inşallah qayıdar evimizə. Başı uca. Bir gün şəhid olsam ağlamayın. Bilirəm çətin olacaq, amma unutmayın ki, şəhidlər ölmür. Mənim adıma sevinin ki, mən şəhidlik kimi ali zirvəyə ucalacağam. Şəhid leytenant Məmmədov Qəzənfər Habiloğlu üçün şəhidlik zirvəsi bu qədər müqəddəs olubdu. Məmmədov Qəzənfər 23 avqust 1998-ci ildə Gəncə şəhərində anadan olmuşdu. Gəncə şəhəri 14 sayılı tam orta məktəbdə təhsil alan Qəzənfər təhsilini bitirdikdən sonra 2014-cü ildə daxili qoşunların Ali Hərbi Məktəbinə daxil olur və ali təhsil almağa başlayır. Təhsil aldığı dövrdə nizam intizamı ilə seçilir, müəllimlərinin sevimlisini çevrilir. 2019-cu ildə məzun olur və leytenant rütbəsi alaraq daxili qoşun sıralarında vətənə xidmət etməyə başlayır. Azad Qarabağ xəyalları ilə yaşayan Qəzənfər 2-ci Qarabağ müharibəsinin ilk günlərindən silaha sarılır və müharibəyə atılır. Cəbhənin müxtəlif istiqamətlərində vuruşan Qəzənfər düşmənin çox saylı canlı qüvvəsini məhv edir. Dəfələrlə döyüş yoldaşlarını ölümdən xilas edir, yaralı döyüş yoldaşlarını döyüş meydanından çıxarmaq üçün meydana atılır. Bugün belə Qəzənfər olmasaydı mən bəlkə də müharibədən qayıtmayacaqdım deyən döyüş yoldaşları onu böyük hörmətlə anırlar. Qəzənfər Füzulidən Şuşaya qədər əfsanəvi döyüş yolu keçir. Azad Şuşa uğrunda irəli atılan igidimiz 2020-ci il noyabrın 7-sində Şuşa istiqamətinə gedən döyüşlərdə şəhadət ucalır. Ölümündən sonra Füzulinin Şuşanın azad olunmasına görə Vətən uğrunda medalları ilə və 3-cü dərəcəli rəşadət ordeni ilə təltif edilir. Şəhid leytenant Məmmədov Qəzənfər Habiloğlu Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.